Bir daha xoş gördük dostlar. Deməli, Rahilənin Kənd Həyatı adlı bir dənə xanım var. Çox sağ olsun. Onun canlı yayında gördüm. Deyir ki, qozun fındığın qabığını artladıqdan sonra atmayın. Bu arada qozu fındığı təmiz yumuşam. Təmizləmişəm. Qabıqları qalıb. Sonra qəşəng onu qaynatdım. Görürsüz. Bax, bunun suyunu için. Nəyə xeyirdir indi deyirəm. Rəngi biraz xoşunuza gəlməyə bilər. Amma heç bir dadı tamı yoxdur və həmin xanım dedi ki, biz neçə il belə içdik, istifadə elədik. Gələk həmin xanımı da axıda tağ eləyəm. Qəşəng belə ilk halda için börək çox qəşəng təsir edir və ən əsas da onun dediyinə görə tez-tez istəyirəm. Sidiyə gedənlərə çox xeyirdir. Börəyi çox qəşəng təmizləyir. Qoz fındıq qabıqlarını atmayın. Təmiz yuyun, qaynadın, için. Bunu bir neçə nəfərə demişəm. İçənlər faydasını görüb. Bu arada mən özüm də içirəm. Heç bir əks təsiri yoxdur. Çox da qəşəng təsiri var. Siz də bildiklərinizi yazın. Fikirlərinizi gözləyirəm. Buyurun.